Hoş gördük. Gece akşamız xeyir olsun değerli müşterilerimiz. Qəşəng altı otaqlı evimiz çıxıb. Evimiz yerləşir Binən Safxoz, Məxmər çayının yaxınlığında. Gördüğünüz gibi qonaq otağına başladık. İnşallah evin tam təqdimat edeceğim. Sabah inşallah böyle camımız olacak. Bizim qonaq otağımızda. İnşallah keçək o otaqlarımıza. Değerli müşterimiz, bu bizim yani kaldır sistemli evimizde. İkinci mərtəbəsindən başlamışıq çəkilişə. İnşallah təqdim eləyimizi, bizim mətbəxtimizdir. Yani geniş mətbəxdir. Maşallah koridor da geniş, çok güzel. Bu bir yataq otağımız bizim. Evimizdə boyuna kimi dizayn üzerine işlənir. İkinci yataq otağımızda sanitar sanuzlar qovşağına ev yas tərəfindən inşallah aksesuarlar hazır quraşdırıb tam təhvil verilir. Bu bizim üçüncü yataq otağımızdır. Keçək alt mərtəbəsindən tanış edeyim. Evimizin alt mərtəbəsidir. Bəli, yay mətbəxtidir. Əlavə quraşdırılır. Evimizdə alt mərtəbədə balıq pişirmək, yəni yemək pişirmək çox gözəldir. Bu bizim əlavə bir yaşlı adam üçün istipolla hamısı da düzəlib bura. Bu da bizim garaj sistemində istəsəniz burada yəni obyekt kimi əlavə sanitar sanuzlar qovşağı da var. İstəsəniz bura obyekt kimi də verə bilərsiniz. Keçən değerli müşterilerin evimizin çox görünüşünü. Bu evin həyətindən çox görünüşlü değerli müşteriler. Həyətən rahat 2-3 maşın yerləşir gördüğünüz kimi. İstəsəniz qazon sistemi saxlayıb yəni burada əlavə iş görə bilərsiniz. Küçəsini göstərim. Evimiz tam asfalt yolun üstündədir. Yəni dediğim kimi evimiz yerləşir Binən Safxozda. Məxmər çayının tam yaxınlığında. Tam asfalt yolun üstündür. Yəni evdən çıxdan marşrutdan 1010 metrəliyindədir. Değerli müşterilerimiz, evimiz 93 bin manatdan çıxıb satışa. İnşallah profilde nömrəmiz var. Allah xeyrini versin. Hoş gördük. Gece akşamız xeyir olsun değerli müşterilerimiz. Qəşəng altı otaqlı evimiz çıxıb. Evimiz yerləşir Binən Safxoz, Məxmər çayının yaxınlığında. Gördüğünüz gibi qonaq otağına başladık. İnşallah evin tam təqdimat edeceğim. Sabah inşallah böyle camımız olacak. Bizim qonaq otağımızda. İnşallah keçək o otaqlarımıza. Değerli müşterimiz, bu bizim yani kaldır sistemli evimizdir. İkinci mərtəbəsindən başlamışıq çəkilişə. İnşallah təqdim eləyimizi, bizim mətbəxtimizdir. Yani geniş mətbəxdir. Maşallah koridor da geniş, çok güzel. Bu bir yataq otağımız bizim. Evimizdə boyuna kimi dizayn üzerine işlənir. İkinci yataq otağımızda sanitar sanuzlar qovşağına ev yas tərəfindən inşallah aksesuarlar hazır quraşdırıb tam təhvil verilir. Bu bizim üçüncü yataq otağımızdır. Keçək alt mərtəbəsindən tanış edeyim. Evimizin alt mərtəbəsidir. Bəli, yay mətbəxtidir. Əlavə quraşdırılır. Evimizdə alt mərtəbədə balıq pişirmək, yəni yemək pişirmək çox gözəldir. Bu bizim əlavə bir yaşlı adam üçün istipolla hamısı da düzəlib bura. Bu da bizim garaj sistemində istəsəniz burada yəni obyekt kimi əlavə sanitar sanuzlar qovşağı da var. İstəsəniz bura obyekt kimi də verə bilərsiniz. Keçən değerli müşterilerin evimizin çox görünüşünü. Bu evin həyətindən çox görünüşlü değerli müşteriler. Həyətən rahat 2-3 maşın yerləşir gördüğünüz kimi. İstəsəniz qazon sistemi saxlayıb yəni burada əlavə iş görə bilərsiniz. Küçəsini göstərim. Evimiz tam asfalt yolun üstündədir. Yəni dediğim kimi evimiz yerləşir Binən Safxozda. Məxmər çayının tam yaxınlığında. Tam asfalt yolun üstündür. Yəni evdən çıxdan marşrutdan 1010 metrəliyindədir. Değerli müşterilerimiz, evimiz 93 bin manatdan çıxıb satışa. İnşallah profilde nömrəmiz var. Allah xeyrini versin.